Asta İmsas saytına müraciət edən Səbuhi Məmmədov bildirir ki, Binəqədi rayon ərazisində yerləşən və ona məxsus olan dükanı 2005-ci ildə Kəlbəcər rayonundan məcburi köçkün olan Ceyhun Əliyevə icarəyə verib. İddiaya görə Ceyhun Əliyev obyektdə yerləşdikdən sonra icarə müqaviləsi bağlamaqdan imtina edib və Səbuhi Məmmədova məxsus mülkü zəbt etmək, mənimsənmək qərarına gəlib. Səbuhi Məmmədovun sözlərinə görə Ceyhun Əliyev bu illər ərzində həmin obyektə asan xidmət vasitəsilə sənəd də çıxardığını bildirib. Lakin həmin sənədlərə baxıldıqda məlum olur ki, orada göstərilən obyektin sahəsi 50 kvadrat metrdir, Səbuhi Məmmədova məxsus obyekti isə 12 kvadrat metrdir. Bütün mübahisələrə son qoymaq məqsədi ilə Səbuhi Məmmədov məhkəməyə müraciət edərək hər ikisi instansiyada qalib gəlsə də, onun iddiasına görə Ceyhun Əliyevə yüksək vəzifəli dostları dəstək olur, vəzifə səlahiyyətləri aşılaraq ali orqan olan məhkəmənin qərarının icrasına mane olunur. Əlimdə olan sənədləri var, hər bir şey məndədir. Kəlbəcər qaçqınları obyektinə girmişdi. Məhkəmə qərarı ilə həmin insanları obyektdən çıxartmışam. Bu günləri hal-hazırda mənim həmin ərazinin, obyektin sənədləri əlimdədir. Kommunal mənim əlimdədir. Bütün işığın hamısı ilk günündən mənə aid olan sənədlərdir. Sadəcə indi mənə artıq təzyiqlər olur, kənar təzyiqlər olur yenidən. Mənə obyektimi işlətməyə imkan vermirlər. Yəni, məhkəmə qərarı olmasına baxmayaraq, sizə indi təzyiq göstərirlər, digər qurumlarda və digər, belə deyək də, məmur qohumları tərəfindən. Bəli, başqa bir sənəd gətirərək əllərində, yəni mənim obyektim, ərazimin yeri 12 kvadrat olduğu halda 50 kvadratlıq sənəd gətiriblər ki, bu sənəd buranındır. Mən də hal-hazırda bu sənətə görə müraciət eləmişəm bələdiyyəyə. Bələdiyyə yenidən yerimə baxış keçirmişdir və mənə akt tərtib edib. Akt vermiş ki, o sənətin bu əraziyə heç bir aidiyyəti yoxdur. Ancaq yenidən mənə qıraq yerlərdən təzyiq oldur. Mən öz obyektimi bu hal-hazırda bugünkü günü açıb işlədə bilmirəm. Mənim vergidən də sənədlərim var, vergiyə də qeydiyyata qoymuşam. Hal-hazırda onlar da mənim əlimdədir. Mənim əvvəlcədən olan sənədlərim də əlimdədir. Ancaq bugün obyekt də hal-hazırda məhkəmə qərarından sonra mənim əlimdədir. Ancaq mənə qıraq təzyiqlər imkan vermir ki, mən obyektimi açıb işlədim. Həmin o şəxs Kəlbəcər sakini ki, deyirsiniz, o şəxsin adı, soyadı necədir? Əliyev Ceyhun Nofəloğlu. Əliyev Ceyhun Nofəloğluna, amma yəni bu sənədin özündə də düşünürəm ki, bir nəsə düz gəlmir. Çünki bir saylı asan xidmətdən verilən sənəddə isə Əliyev Ceyhun Nofəloğlu Bakı sakini kimi, Binəqədi sakini kimi qeyd olmuşdur, bəli. Bəs hal-hazırda böyük köçlə bağlı, böyük köçlə əlaqədar evlə təmin olunub bu Ceyhun Əliyev? O haqda məlumatım yoxdur. Buradan kimə müraciət etmək istəyirsiniz? Daxili İşlər Naziri Cənab Vilayət Eyvazova, Respublika prokuroruna xahiş edirəm, mənə köməkliyi bildirsinlər, mənə yardım etsinlər, mənə kənar təzyiqlər olmasın. Mən öz halalca obyektimi istifadəyə verim, işlədim.